Düşünürdüm ki, bu şirniyyatı hazırlamaq çox çətin olacaq, amma əsla elə deyilmiş. Deyərdim ki, ən asan hazırlanan və çox gözəl görüntüyə malik olan bir şirniyyatdır. İndi isə keçək hazırlanma qaydasına, ərzaqların dəqiq miqdarını isə postun altında qeyd edəcəm. Dərin bir qaba otaq temperaturunda yağ, yumurta, qatıq, vanil, kabartma tozu və un əlavə edib xəmiri yoğururuq. Mən xəmiri 2 hissəyə ayırdım. Bir hissəsini ağ saxlayıb kloka yerləşdirib 15 dəqiqəlik yollayıram buzluğa. Qalan xəmirin üzərinə kakao əlavə edib yenidən kakao xəmirə tam qarışana qədər yoğurub, sonda onu da kloka yerləşdirib buzluğa qoyuram. 15 dəqiqənin ardından xəmirləri buzluqdan çıxarıb ət çəkən maşından keçirib və soba listinə yerləşdirib xəmir tam bişənə qədər gözləyirəm. Xəmiri soba listinə yerləşdirərkən çalışın ki, xəmirlər bir-birinin üzərinə düşüb qalın təbəqə yaranmasın. Bişən xəmiri sobadan çıxarıb soymağa qoyuram. Soyduqdan sonra əlimizlə çox xırda olmayacaq qədər ovuntu halına gətiririk. Dərin bir qaba ovuntuları əlavə edib üzərinə bişmiş qatılaşdırılmış süd əlavə edirik. Hər iki ovuntuya bişmiş qatılaşdırılmış süd əlavə etdikdən sonra rumkanın köməyi ilə forma veririk. Rumkadan şirniyyatı çıxarmaq biraz çətin olduğu üçün bıçaqdan istifadə edirəm. Videoda necə etdiyimi göstərmişəm. Ən son olaraq isə daha da gözəl görüntü əldə etmək üçün üzərinə şəkər pudrası əlavə edirik. Hazırlayacaq olan hər kəsə nuş olsun.